İndi nə qədər vəziyyəti pisləşdiriblərsə xarici ekologiyanı ki, daxili ekologiyada çatdıra bilmir. Uşaqlar nə yeyir? Çipslər, nə bilim, cürbəcür energetik içkilər filan, bəsməkən. Bunlar hamısı zəhərdir, hamısı xərçəng yaradan şeylərdir, hamısı toksik maddələrdir. Havaya baxın, nə qədər efirdə nələr var. Elektromaqnit dalğalar, kimyəvi maddələr, psixoloji təzyiqlər və nələr. Bunlar hamısı şərtdir. Bunlar hamısını dəyişmək lazımdır. Amma kimdir bunu dəyişən? Siz axırıncı dəfə haçan Azərbaycan deyək ki, Bakının radioaktiv fonunu ölçmüsünüz? Kim sizə bu haqqda məlumat verir? Nə içirsiniz, nə ağarırsınız, nə yeyirsiniz? Kim bilir bunları? Kimə lazımsınız siz? Kapitalizmdə ancaq kapitalistlərin gəlir maraqlandırır. Onların ümumiyyətlə planı var ki, 90% insanları tələf eləsinlər. Kimə lazımdır ki, siz salamat qalasınız? İbrahim bəy, ümumiyyətlə xərçəngdən qorunmaq üçün hansı qidaları, hansı rejimləri, nə bilim, hansı içkiləri tövsiyə edə bilərsiniz? Yəni necə eləyək ki, bu xəstəliyə tutulmayaq? Tutulmuşuqsa da tez sağalaq. Profilaktika üçün ət, mal əti, quzu əti qəti qadağandır. Şirniyyat qəti qadağandır. Ümumiyyətlə marketdə nə varsa heç nə yemək olmaz. Qətiyyən, ancaq bazardan, ancaq özünüz yetişdirdiyiniz. Deyək ki, şirniyyat yeməyin, amma kişmişdir, xurmadır, baldır, doşabdır, onları istifadə edə bilərsiniz. Hansı ki, insan istehsal eləyibdir, onlara əl vurmuyor. Təbiət özü yaratdığından istifadə edir. Hərçənd ki, orada barmaq eləyiblər, genetik modifikasiya orqanizmlər yaradıblar. Amma yenə də bu belə. Süd içməyin, amma qatıq, süd məhsullarından istifadə edin. Gen bol istifadə edin, sarı kök, limon, sarımsaq, bir də ərik tumdan badamı. Acı badam, ərik tumlar. Onların tərkibində B17 vitamini daha çoxdur. Belə ki, bütün çərəzlərdə var, amma onları daha üstünlük verir. Limonu, mümkün qədər çoxlu limon istifadə edin. Lap buzlanmaya qoyun, çıxardın, sürtkəşdən keçirin, yeməklərə əlavə eləyin. Bir çay qaşığı bal qarışdırın, limon sıxın, için. Limon gen bol. Sarımsağı çiynəmədən doğrayıb udun. Ayda bir dəfə bir stəkan sarımsaq udsanız, bir çox problemləri yığışdırmış olarsınız. Yeməklərinizə gen bol çətənə yağı, qarazirə yağı, kətən yağı, zeytun yağı gen bol istifadə edin. Yəni heç olmasa bu minimal izləyicilərimiz, tamaşaçılarımız üçün bu minimal bir işləri görsə, hardasa profilaktikasını eləmək olar. Və əlbəttə ki, bir niyə də psixoloq kimi, psixoimmunoloq kimi deyə bilərəm ki, ən güclü müdafiə, moşu demişkən, xoşbəxtlikdir, saadətdir. Elmi cəhətdən o əsaslanır ki, bizdə enkifalinlər, endorfinlər ifraz olunanda biz salamat oluruq. Yuxu yatanda melatonin ifraz olunur, onunla da daha sağlam oluruq. Bunun üçün gərək meditasiya ilə məşğul olasın. Mən Azərbaycanda ilk meditasiya mərkəzinin yaradıcısı kimi deyirəm ki, meditasiya ən gözəl üsuldur. Amma bu haqda da geniş bir ayrıca danışaq. Təşəkkür edirəm İbrahim bəy.